Yenə qaz pulu çox gəlir və bunun çıxış yolunu mütləq tapmaq lazımdır. Dostlar, deməli belə, sizin də əgər qaz pulunuz çox gəlirsə, bunun çıxış yolunu tapmışam. Niyə? Mən sizlərə bugün yoğuşmalı kombi və sadə kombinin haqqında məlumat verəcəm. Yoğuşmalı kombi hamı deyir ki, çox bahadır, usta. Normal, hermetik kombi daha ucuz. Gəlin mən bu ikisini müqayisə edək və arasındakı hansı daha keyfiyyətli və seçimi daha düzgün etmək lazımdır. Bütün sirləri ilə sizə deyəcəm. Bu hal-hazırda gördüyünüz normal hermetik kombidir. Bunlarda qaz itkisi həddindən artıq çoxdur. Belə göstərsək, burada bizim qazımız yanır, ana işə görə burada suyu qızdırır və bunun üzərində fan var. Fan işə düşdüyü zaman alışma gedir. Alışmanın 50%-ni çölə, yəni biz pulumuzun 50%-ni çölə atırıq, 50%-dən isə istilik əldə edirik. Amma yoğuşmalı kombilərdə belə deyil. Yoğuşmalı kombilərdə isə yumru dairəvi qazanda o itkiyə gedən istiliyi yenə istifadə edərək, yəni dəyərləndiririk. Yəni ona görə yoğuşmalı kombilər daha qənaətçi, daha ekonom və daha keyfiyyətli. Ən çox yoğuşmalı kombi harada istifadə etmək lazımdır? Əgər sizin bütün sisteminiz istipoldursa, mütləq şəkildə yoğuşmalı kombi şərtdir. Aşağı istilik temperaturunda keyfiyyətli istilik istəyirsinizsə, yoğuşmalı kombi şərtdir. Və ən əsası 40%-ə dək qazda qənaəti özünüz hiss edəcəksiniz. Bir çoxlarınız mənə sual verəsiniz ki, ay usta, yoğuşmalı kombinin ehtiyat hissələri bahadır. Bunu da başa düşək ki, yoğuşmalı kombilər həmən xarab olmur. Yəni uzun bir müddət sonra hər hansı bir texniki xidmət, texniki qulluq olmadıqda xarab olur. Bununsa siz zaten 1-2 il ərzində qaz pulu olaraq siz o sərfiyyatdakı fərqi hiss edəsiniz. Yəni pulunuz artıqdan çöpə atmayın. Ona görə yoğuşmalı kombi alın və keyfiyyətli şəkildə istilikdən istifadə edin. Və aradakı qaz pulu fərqini isə siz görəcəksiniz.